Bismillahirrahmanirrahim. Və bihi nəstəin və huvə xeyrun nəsirin və mu'in. Çox əzəmətli bir mübarək bayramdır. Allahın ən əzəmətli iki bayramlarından biridir Qurban Bayramı. Allah-u Müteal bu bayramı bizim ömrümüzün axır bayramı qərar verməsin inşallah. Kəsilən qurbanlar qəbul olsun. Allah dövlətimizi, dinimizi, dünyamızı salamat eləsin. Daim bizim ölkəmizdə sülhi, əmn-amanlıq bərqərar olsun inşallah. Hədis-i şərifdə var ki, Qurban Bayramında o qanın axıdıldığı zaman insanın da günahları o cürünə axar gedər, tökülər, hamısı aradan gedər. İnşallah Allah bizi bağışlanmış qərar versin. Allah ömrümüzün axır bayramı qərar verməsin. Dövlətimiz salamat olsun, bayrağımız daim uca olsun. Bütün elimizin, obamızın, kəndimizin bayramı mübarək olsun. Azərbaycan xalqının Qurban Bayramı münasibətilə təbrik edirəm, səmimi qəlbdən. Allah Azərbaycan xalqının keçdiyi insanların qurbanlarını qəbul eləsin, duaları qəbul eləsin. O cümlədən bu günlərdə bizim Məkkə ziyarətində, Minada insanlarımız dua edirlər, qurbanlar keçirlər. Xilə kəndindən də nə qədər zəvvallarımız var. Eyni zamanda bütün Azərbaycanın tüm dilbər gülşələrindən insanlarımız Məkkədə dua edirlər və bizlər də onlar üçün burada dua edirik. Allah Azərbaycan xalqını qorusun. Daimi sülhü bu ölkədə daimi bərqərar eləsin. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə səbir versin. Qazilərimizə can sağlığı versin. Eyni zamanda mübarək qurban Həzrəti Adəmdən bu yana gələn bir ənənədir. Yəni Həzrəti Adəm əleyhissalamın evladlarının qurbanı qəbul olması ilk öncə təşkil olunub və ondan sonra Həzrəti İbrahim əleyhissalam oğlunu İsmail qurbangaha getirdikdə, kəsmədikdə Allah boz heyvanı göndərir və bütünlüklə Allah bu ənənəni insanlara şamil edir. Yəni bu günləri Allah yanında o kəsilən qurbanlar, deyilən duaların çox önəmi var insan həyatında və dualarda da, münacatlarda da çoxlu insanda dəyişikliklər ola bilər. Ona görə biz bir daha bu mübarək günlərdə, mübarək gecələrdə Allaha razı niyaz elədik, dualar elədik. Xüsusən dünənki gün, Ərəfə günü, insanların Allahdan bağışlanmaq günü və bu gün Qurban Bayramı günü və bunların özü böyük bir məqam təşkil edir insan həyatı üçün. Allah bütün insanlarımızı bağışlayanlardan Qurban Bayramını da mübarək eləsin inşallah. Bir daha Azərbaycan xalqını, xüsusən kəndimizi, elimizi, obamızı təbrik eləyirik. Allah hər bir insana xoş günlər, səadətli günlər nəsib eləsin inşallah. Bugün Qurban Bayramıdır. Allah Teala bütün kəsilən qurbanları qəbul eləsin. Bayram namazı qılındı, qəbul eləsin. Ölkəmizə sülh, əmin-amanlıq arzu edirəm. Bugün Əmircandayıq, Xilə kəndindəyik, Bunyatlılar məscidindəyik və bu bayram namazında bizim qonağımız var Türkiyədən. O da iştirak elədi, bizim bayram namazında namazını qıldı. Onun da yəqin bir iki kəlmə sözü olar. Hoş bulduk öncelikle. Tüm İslam aleminin Kurban Bayramı mübarek olsun. Rabbim inşallah tüm İslam beldelerindeki kanı durdursun. Her tarafta barış olsun. İyi bayramlar diliyorum herkese.